Deməli, diaqramlarda ümumi burada demək olar ki, inanın ki, bəlkə bir 70-80% imtahan sualları olacaq. Yenə deyirəm, heç bir bizim sual deyil. Demin öz jurnalı var, oradan da düşənlər var. Naxçıvan Muxtar Respublikasına düşən qəbullar da var və Dövlət Qulu öz qəbulları da var. Hamısı diaqramlardır. Diaqramların təbii ki, çətin sualları da var, asan suallar da var. İndi birinci növbədə bəzi biraz ümumi başdan rahat gələcək, sonra biraz çətinləşəcək. İndi elə şeylər olacaq. Onlara fikir vermək lazımdır. Hə, problem yoxdur. Deməli, bir dənə birinci növbədə bu magistratura qəbuluna salmışdılar və biraz çətin sual tipli sayılırdı. Xüsusilə 11 yox, 12-ci sual çətin sayılırdı. Bu bircə saniyə bunun Word formatını açım. Deməli, hansıydı o? Hə, bəs. Deməli, burada bizə nələr verir? Verir ki, bu bunları Paint'də saxlayayım, lazım olacaq. Bu dursun burada. Deməli, bizə deyir ki, yuxarıdakı cədvəldə Əhməd və Ayşənin dəftərxanada aldıqları qələm, silgi və dəftərin saylarını göstərir. İndi bunların ikisini də izah edəcəm. 11 görəcəksiniz. Biraz normal sualdır, amma bu biraz bu dursun burada. 11 normal sualdır, amma 12-ci sualda biraz dərəcəni götürüb şey çevirib, qiymətə, manata çevirib. Yəni pula çevirib deyil, orası biraz mənasız olacaq. Bu dursun burada. Deməli, məsələ nədən ibarətdir? Deyir ki, birinci növbədə bunu yaradaq, dediyi şey. Deyir ki, 10 ədəd qələm bir dəftərədir. Yazıram, bir dəftər bərabərdir 10 ədəd qələmə. Sonra deyir ki, bir dəftər də 20 silgin qiymətinədir. Bəs burada bir dənə əvəz etmə eləyək. Bilirsiniz də, bir dəftəri yenə 10 qələm qoya bilərik. Artıq 10 qələm, yəni 20 silgin qiymətinəsə, bildik ki, bir qələm də nə qədər olacaq? 2 silgi. Bu birinci verilən hissələrin qeydləridir. Mütləq şəkildə bunlar yazmalısınız. İndi bizə nə deyir? Deyir ki, burada hanı sual? Deyir ki, Əhmədin dəftərxanada xərclədiyi pula ala biləcəyi silgi sayı ilə Ayşənin dəftərxanada xərclədiyi pula ala biləcəyi qələm sayı arasındakı fərq nə qədərdir? İndi məsələ nədən ibarətdir? Bunu biraz bu tərəfə qoyun. Görə bilirsiniz belə. Hə, olsun belə. Dursun burada. Deməli, məsələ nədən ibarətdir? Burada dediyi şeyi həll edib bir dənə. Əhmədin ala biləcəyi pula silgi, yəni Əhməd nə qədər silgi ala bilər? Baxaq bir dənə. Əhmədin aldığı kitabxanadakı vəziyyət budur. 10 dəftər alıb, plus 10 qələm alıb və plus 8 dənə də silgi alıb. Bunu hamısını nəyə çevirməlisiniz? Silgiyə. Çevirək də. Biz bilirik ki, bir dəftərə neçə silgi almaq olar? 20. 200 silgi buradadır. Bəs bir qələmə də nə qədər silgi almaq olar? 2 dənə. 10 qələmə də nə qədər olacaq? 20 silgi plus 8. Obşim, Əhməd 228 silgi ala bilər. Obşi xərclədiyi pula. Getdi Ayşəyə. Ayşəndə vəziyyət nədir? Deyir ki, qələm sayı. Ayşənin də qələmin tapacaq, amma birinci yazar 10, 15 dənə dəftər alıb, 6 dənə qələm alıb və 4 dənə də silgi alıb. İndi bir dəftərə neçə qələm ala bilərdi Ayşən? 10 qələm. 15 dəftər oldu 150. Qələmə gətir dediyinə görə 6 qələmə dəymirəm. Bəs 1 qələm 2 silgi isə 4 silgi neçə qələm olar? Yəni bu da 2 qələm olacaq. Ham bildi, 1 qələmə 2 silgi alıbsa, 4 silgiyə də təbii ki 2 qələm olacaq. İndi bu da nə qədər oldu? 158. Heç nə deyir ki, verilən şeydir, mülasələrdən, əlaqələrdən hansı doğrudur? O da Əhmədin ala biləcəyi silgi sayı nə qədərdir? 228. 228-dən 70 çıxanda doğrudan da Ayşənin ala biləcəyi qələm sayı alınırmı? Yəni cavab nə olacaq orada? C bəndi. Bir daha deyirəm. Əhmədin ala biləcəyi silgi sayından 70 çıxanda deyir Ayşənin ala biləcəyi qələm sayı olur. Yəni nə qədər olur? 158. İndi məsələ nədən ibarətdir? Bu ikinci sualda bunları artıq pozuram. Cədvəli onsa verir, verməsə işinə bilənməsən axı burada. Deməli, ikinci sualda vəziyyət nədir? Bir dənə istəyirəm var ki, bu şey əllə qalsın burada. Bir dəftər 10 qələm.
Bir qələm 20 silgi, bir qələm də 2 silgi. Belə. Bu dursun bir dənə burada. Çünki o bizə lazım olacaq. Bax, belə silgi yazım. İndi burada belə bir sual verir. Deyir ki, diaqramda qələm, silgi və dəftərin nisbi qiymətləri verilmişdir. İndi diaqramda verilənlər 30 dərəcədir, 60 dərəcədir və 270 dərəcə. Deyir ki, diaqramda nisbi qiymətlər verilmişdir. Ayşənin bütün aldıqları üçün dəftərxanada ödədiyi pul, aldığı silgilər üçün ödədiyi pulun neçə mislidir? İndi bax burada nə demək istəyir ki? Bax bu nisbi qiymət nə deməkdir? Yəni Ayşən var ha. Elə bir ki, bir dənə silgini alıb ta ki 30-a, 30 şeyə də manat deyək, qəpik deyək. Biri nə alıb? 60. Biri də nə alıb burada? Sözün düzü burada əslində yazılmalı idi. Silgi, qələm, bu da nədir? Dəftər. Əslində hə elədir, prosta amma yazılıb olsa materialda. Deməli vəziyyət nədir? Bir dənə kəsiri çəkirəm, çünki o ondan neçə misli deyəndə həmişə təbii ki, ifadəyə bölməliyik. Baxın, Ayşə deməli hara getdi o? Nə qədər almışdı? O boyda şeydir ki, yerləşmir bura. Bir saniyə. Bunu qoyaq bura. Hə, deyək, Ayşə nə qədər alıb qələm? 15 dənə dəftər alıb. 15-i mən nəyə vurmalıyım? Mənə bunu deyin. Nisbi qiymət. 9. Yo. Eləcək bir dənə. Görmürsünüz soldan. Deyin də bir dənə. Nisbi qiymət də dəftərin qiyməti nədir burada? Nədir? 270. Elə bir ki, birini 270 qəpikdən alım. Bəs yaxşı, 6 dənə qələm alım. 6-yı nəyə vuracam? 60-a. Heç də 4 dənə də nə alıb burada? Silgi alıb. Bəs yaxşı, nəyə bölməliyəm? Bir dənə mən onu deyim. 150 az olar. Biz hardan bildik 270 Yox. dəftərdən? Bax, burasını soruşuram bir də hamınıza. Nəyə bölməliyik? Bir də mənə onu deyin. Sayı alayım. Bax, nə deyir ona da? Deyir ki, Ayşənin bütün aldıqları dəftərxanada ödədiyi pul, aldığı silgilər üçün neçə? Silgiyə. İndi 4 30-a bölməli. Çox adam götürür 30-a bölür. Yəni mən 120 qəpik pul xərclamışam bura. O da deyir ki, bütün xərclədiyi pul, silgilər üçün xərclədiyi pulun neçə mislidir? Bildiniz? Yəni bu ifadəni bu ifadəyə bölürsüz. Hə, hesablama hissəsi də bilirsiniz də o məsələləri artı o sizə aiddir. Bildiniz? Burada yani əlavə Buyur. 270 60 olsun özümüz üçün deyək də 30'a ixtisarla aparıb rahat çıxarda bilərik də qiymətə. Eyni şeyin ustalığına. Şey çıxmayacaq, qiymətləri əmsalı eləyə bilərsən, üçünə bölünən ədəd kimi eləyə bilərsən. Ancaq bu şəkildə deyirsən. Bircə saniyə gözləyin. Nə problemdir? Deyirsən hamısını 30-a bölək də. 30-a bölək bir dənə nə eləyəcək? 9. 37 75 çıxır da mən. Yox, belə eləsən, üçünə də eyni bölsən, ancaq bu halda. Nə eləyək bunu? Bir də 30'a ixtisar aparat. Ayşə. Qələm olacaq 2, silgi olacaq 1. Ayşə, çünki hesablama rahat ol. fərqli fərqli rəqəmə böləndə onsuz alınmayacaq da, ancaq eyni ədədə. Ortaq nədir? Hamısına bölünən elə 30-dur. Hamısını 30-a bölür. Qoy bunu da belə yazın. İndi orijinalı bu olsa da belə. 15 vurulsun deməli 9-a plus Hesaplaması öncə daha rahat. Plus 6 vurulsun nəyə? Niyə? 2'ye. Plus 4 vurulsun 1'ə. İndi bölünsün bilirsiniz da 4'ə. Yəni də belə yer. Bu şəkildə Burada nəyə Tamam. yazılır? necə? 15 burası 9 plus 6. Bax eyni şeydir. Bax biri 270'dir, biri 60'dır, biri 30'dur. Əliyarı deyir ki, böyərədə vurmamağa görə mənim hamısını 30'a bölək. Hamısını 30'a böləndə nə eləyəcək? 9, 2. Ümumiyyətlə, üçünə də bölünən ədədlər varsa, ondan istifadə etmək lazımdır. Prosta bunu çox adam deyir ki, mən nisbi qiymət verildi, bu nədir, bunu başa düşmədim. Yəni, bunu bir pul kimi qəbul edə bilərsiniz. Fərqli gətirdi 60 gətirdi. Orada diaqramda Yazdım, 60'dan hə. bölüb də elə o civarda. Bu da yaxşı suallardır. Deməli, biraz iri suallara biz yönəlmək istəyirik. İndi X-Figure oxlarında olan var. Ona biz mənə Bunlardan. gəldi. Hə, bir aşağı var idi. Bunlar bir çıxanda. Bunu olsa deyəcəm indi. Prosto bir dənə burada şam məsələsi. O sualı deyəcəm. Bir dənə şam məsələsi ilə 16-cı sualı bəzən tələbələr çalışır. Əslində rahat sual olacaq. Bircə saniyə. İndi o bayaqki sual elə yaxşı yadıma saldı. Onun lazımlı sualdır. Deməli,
Bilirsiniz də Şamın uzunluğu zamana görə deyir, dəyişməsini göstərir. Deyir 4 saata nə qədər əriyir? Ərimə hissəsi bilirsiniz də buradır. Deyirsiniz ki, mənim 4 saata ofşum 10 santimetr əriyirsə, bəs deyir neçə saata tamamilə əriyər? X saata da tamamilə ərimək nə deməkdir? Nə deməkdir? 25 santı tam ərisin. Heç nə də bunu vurub bölürsünüz buna. Düzdür. İndi ya da ki şeyi də bilməlisiniz da. 4 saata. Boşa bilmirəm niyə? Kim? 2 link atmışsınız qrupa. Yok. Sıra koşuyoruz. İkincisine de kim koşulabilir? Elvin Ülüyor. Ne üçüncüsü? Ya təzim bir dənə yönləndirin. İndi 4 saata 10 santimetr əriyirsə, burası santimetr yazar. Bunu da bəzən bilərsiniz də. Yəni 1 saata da bilirsiniz ki, nə qədər əriyəcək? 2,5. Bu da belə. İndi mənim buradakı əsas sualım deyir ki, burada baxın bura Şamın uzunluğu neçə saata 7,5 santimetrə çatar. İndi hansı tənasüb qurmalıyıq? Bayaq kimi deyəndə bir dənə burada nə hesab edirlər? Deyirlər ki, əgər 1 saata 7,5 azalırsa, 1 saata nə qədər idi? 2,5 santı azalırsa, tənasüb nədir? Neçə saata nə qədər azalar? Bax, mənə bunu deyin. 7-15'e mi? 15, 17 yarım 25'ten çıxır. 25-dən çıxır. Ay sol. Bir dənə hamı qulaq assın. Niyə bəzən tələbələr səhv gətirir? Deyir ki, mən bunu birlikdə yuxarıda verir ki, 1 saata 2,5 santimetrdir. Bəs neçə saatda 7,5 santimetr əriyər deyə mən də belə yazdım. 7,5 santi əriyər demir ha. Elə desə də belə yazardım. Deyir ki, neçə saatdan sonra bu şam 7,5-ə çatacaq. Yəni nə qədər əriyəcək? Onu soruşur. Yəni deməli bu 7,5-ə çatması üçün nə qədər əriməlidir? 17,5. O şimdi 2,5 x bərabərdir 17,5-ə. X də bərabər olacaq nəyə? 7-yə. Bunu bildiniz dəqiq. Yəni bir daha deyirəm. Yəni 7,5-ə çatana qədər, yəni tutaq ki, bura 7,5-dir. Deyir ki, neçə santı sonra 7,5-ə çatar? Yəni 17,5 santimetr əriməlidir ki, gəlib buna çatsın. İndi burada bu sual var idi bayaqçı. Ano. Bu sual var ha. Biraz sırf sürət məsələsinə əslində bir dənə aid olan bir sualdır. Deməli, amma bir damcı çatdırıcı sualdır. Belə edim hamı görün bitər. Biraz rəngləyək bunu. Deməli, bu beynin koordinatıdır. Nazilli. O şunda burada da gördüğünüz kimi bu da aya aiddir. Belə bir şey. İndi məsələ nədən ibarətdir? Mən A-nı da ayrıca tapmalıyam, B-ni də ayrıca tapmalıyam ki, bir saata nə qədər yol gedir. Baxın. Deyək ki, yuxarıdakı A və B avtomobillər getdikləri yolun zamana görə dəyişməsini göstərir. Maşınlar sabit sürətlə yollarına davam etdikdə B A-ya nə qədər vaxtda sonra çatar? Neçə kilometr sonra, neçə saniyə belə suallar verir. İndi tutaq ki, bir dənə tənasüblər quraq. Qırmızı olan hansı idi bizdə? B idi, mavi olan A. İndi A-nı birinci yaza bilək. 0-cı saniyədə bax 0-dan 8-ə gəlibsə, neçə kilometr yol gedib 8 saniyə? Bir dənə mənə bunu deyin. Baxın, qalxın sola dönün da. Yəni əslində bir dənə, gəlin siz mavi eləmişim, elə burasını bax. Bir dənə buradan bunu özün tapın. Deməli 8 saniyədə dönün sola. 8 saniyə nə qədər yol gedib? 160. Avtomatik bilirsiniz ki, 8 saniyədə 160-dırsa, 1 saniyədə də, bu belə yazın bir dənə, 8 saniyədə 160-dırsa, 1 saniyədə də avtomatik 20-dir. 20-nin bunun qabağına yazın. Bu B-nin cavabı oldu. 20 belə deyək də metr saniyə. İndi bir dənə A-da diqqətli olaq A-da. İndi A-da ISO 10-a durub 180 yazmır da. Niyə yazmır Əkbər 10 saniyə 180? Çünki A neçədən başlayıb? 0-dan başlayıb, yoxsa 4-dən başlayıb? Bax bura. Yeni səhv gəlmiş. Hə, heç nə olmaz. Bu bir dənə belə yerini dəyişim. Bir dənə. Hə. İndi deyin görə A-ya bir dənə diqqətlə baxın. Bax bu A var ha. 4 saniyədən sonra 10 saniyə. Yəni 6 saniyə ərzində nə qədər yol gedir? Bunu soruşur sizdən. Onu da qıraqda yazın.
6 saniye bu heçdə bilirsiniz. 180 yol gedirsə 1 saniyədə nə qədər gedəcək? 30 gedəcək. Bu da A'ya aiddir. İndi bir dənə bundan sonra bizdə verilən sualı tapaq. Bizə deyir ki, B avtomobili hərəkətə başladıktan sonra neçə saniyəsi A yolların davamını B avtomobili hərəkət elədikdən sonra neçə saniyə sonra A'ya oşum çatır. İndi burada iki cür yaza bilərsiniz. Əslində sürətin öz düsturu var. Ya elə ya da belə. Bir dənə sizdən istədiyim nədir? Deyəcəksiniz ki, müəllim, sürətdə bilirik. Biz məsafəni bilmirik. Əslində məsafəni bilirik. Mənə deyin, bax bu qırmızı olan B-dir. B A-dan neçə kilometr qabaqdadır? Bax bir dənə buranı tapmaq lazımdır. Neçə kilometr? 4 kilometr olmur axı, 4 saniyə. Bir dənə hamı qulaq assın, problem deyəcəyim. Bax, B avtomobili A-dan neçə saniyə sonra hərəkət edir? 4 saniyə. Yəni ki, A bu qədər vaxt müddətində neçə kilometr yol gedəcək? Deyək ki, bu 0,0 Elə odur da. Bir dənə bunu soruşuram. Baxın, A başlayır hərəkətə. Saniyədə nə qədər gedir? 20. 4 saniyə sonra B başlayır. 4 saniyə bu A nə qədər yol gedir? Bax, budur məsələ. Çünki artıq bizim burada aramızdakı məsafə A 80 kilometr biraz aralıda olacaq. Bu da onu soruşur. Deyir ki, əgər biri 30-dan gedirsə, 30 qız çıxılsın 20 qız bərabərdir 80. Yəni 12 qız. İndi x-i deyəcəm. X-i deyəcəm deyəndə ki, sürət məsələsində yəqin ki, hamınız bilirsiniz ki, onsuz da zamanı və yaxud S nəyə bərabərdir? V-ni vurmalıyam, onsa T-yə də sürəti zamanı vurmalıyam, məcburam. İndi burada da ya belə yaza bilərsə, əslində sürətdə düstur bilsin nədir? Belədir. Deyir S bərabərdir. Qoy bir dənə yazım hər ehtimalı. V1 çıxılsın V2 vurulsun T. Amma düstur əzbərləmək məcburiyyətində deyilsin. Yəni S bilsin nədir? Arasındakı məsafə neçə kilometr fərq var? 80 bərabərdir. Sürətləri nə qədərdir? Biri 30-dur, biri 20-dir. Deyir neçə saniyə sonra çatar? Yəni əslində sürətdə tam olaraq orijinalda belədir. Ya belə yazmalısınız, ya da ki 30 qız, 20 qız, elə bu daha yaxşıdır, bərabər 80-ə. Deməli, burada bir də çətin bəzən tələbənin görmədiyi, deyir, sürətləri məncə çox adam tapır, tapacaqdır, izah eləməsi ilə. Burada, bax, bunu bir dənə fikir vermirlər ki, yəni bu məsafə nə qədərdir? Çünki zamanı bilirsən, məsafəni bilmirsən, zamanı bilmirsənsə mən necə tapacam? Ona görə bir dənə də deyim ki, çövrünə 4 saniyə müddətində A əlavə 80 kilometr yol gedəcək. Məsələ oldu. İndi bəzi suallar, bax, demin kitabın sualları, bəzi suallar asan suallardır, doğrudan da. Mən sizin hamınıza nə deyirəm? Siz elə bilməyin, 15 dənə diaqram məsələsi düşəcək sizə və onun 15-i də qəliz olacaq. Onun 100 sayı 5 dənəsi normal olur. Baxın, bizə deyir ki, 2016-cı il ərzində 4 ölkədə Çin, Yaponiya, əridilən poladın miqdarını göstərən diaqramını istifadə edir. Hansı ölkənin poladın əridilməsində davamlı artımın baş verdiyini müəyyənləşdirir. Yəni, hansı ölkədə davamlı olaraq artımlar gedir? Rənglər biraz pis düşsə də dediyim kimi kitabın. Yəni, adi bir aşağıdan tutaq ki, yuxarıya doğru getməsi də. Tutaq ki, məsələn də bu boz hansıdır bu? Çindir. Məsələn, Çini götürür. Çin gedir, gedir, gedir. Hə, buradan sonra nə edir? Azalır. Burada nə problem var? Bir dənə boza baxın. Boz hansıdır? Yaponiyadır. Yaponiya nə edir? Dəyişmir. Necə? Yox, lap şeydir da, bir də rəngi pis düşür. Biraz tünd boz deyək. Hə, baxın, buradan bura keçəndə biraz azalır. Bir damcı artır, azalır. Yəni bu da düzdür. Ağlara baxaq. Ağlar da azalma baş verir. Demək ki, burada qara var ha. Qaraya bir dənə baxın, Hindistan. Baxın, qara neyini 2010-dan 11-ə keçəndə bir damcı artıb, bir damcı artıb, artıb. Yox, azalma. Qara. Hadi yuxarıdan aşağı gəlirlər. Yuxarıdan aşağı yox, aşağıdan yuxarı bax. Yox, budur. Hə, sonra. Bildiniz? Əslində elə də verə bilər ha, dur, bir şeydir, yuxarıdan aşağıda verə, illərə baxmalısınız da. Yəni, mən deyirəm ki, indi tutaq ki, Əkbər, imtahandasan bellərində diaqram mənlikdir, get. Əslində, bax, sadə sual imiş. Çünki şifahi baxsan, tapı olur. Burada bir dənə xoşuma gələn sual var. Bu, lap köhnə imtahan sualıdır. Baxın bura. Baxın, hələ, baxın.
Deməli, belə bir sualdır. Bəzən tələbə şərti başa düşmür. Əslində normal misal. Deyir ki, sütunda adlarının baş hərfləri yazılmış Cəbrayıl, Zəngilan və Ağdam şəhərlərinin azad olduğu günləri göstərən ədədlərin ədədi ortası sütun üzrə yuxarı hissəsində qeyd olunub. Cümlə isə biraz qəliz gəlməsə, ədədi orta ilə bayaq Ali yaxşı sual verdi, keçdi. Deyir ki, Cəbrayılla Ağdamın ədədi ortası 12-dir. Zəngilanla Cəbrayılda 12-dir, bununla da bu 20-dir. Biz də yaxşı bilirik ki, ədədi orta hamısında bu şəkildə tapılır. Toplayıb sayına bölünür. Düzdür, əslində şifahi eləməlisiniz da. Cəbrayıllə Ağdamın ədədi ortası nə deyir bizə? Deyir 12-dir. Hamısını 2-yə vurmalısınız da. Yəni o hər dəfə yazmanın nə mənası var? Demək ki, bunların cəmi nə qədər olacaq? Sonra Zəngilanla Cəbrayılın cəmi o da 24 və Ağdamla da Zəngilan. Bunu bildiniz. Bəs biz tənliklər keçirdik. 2A, 2B, 2C 50 dəfə keçmişik. Yenə elə eləyək. 2C plus 2A plus 2Z bərabər 88. C plus A plus Z bərabər 44. Əlimizi saxlamırıq, bilirsiniz da. Libo ikisinin altından xətt çəkirik. Bu belə yazın bir dənə. A plus Z tam yazın bura 40-dırsa C nə oldu? 4. İndi səliqəli sağdan yazıram. Cəbrayıl oldu 4-ü. Ayın 4-ü yəni işğaldan azad olunub. Bu 4-dürsə Ağdam 20, Zəngilan da 20. Bu da bizdən onu soruşur. Deyir ki, Zəngilan və Cəbrayılın eyni ayda anadan olduğunu, eyni ayda azad olunduğunu bilərək onların azad olma günləri arasındakı fərq neçə gün olduğunu müəyyənləşdirin. Hə, nə istəyir bizdən? Kimdir? 4'den 16. Yəni, bax, burada deyir ki, 2 dənəsi Zəngilan və Cəbrayıl eyni ayda azad olunub. Onların azad olma günləri arasındakı fərq neçə gündür? Bizdən nə istəyir burada? 20'den 4'ü çıkacak. Yəni, bəzən tələbələr şeyi səhv başa düşür. Bu 24 var ha, 20, 24. Bu ayın günləridir, bildiniz. Yəni, ayın 20'si azad olunub, o biri 20'si azad olunub, bir də ki, ayın 4'ü. Yəni də ola bilər, normal suallardır. Amma bir dənə sizdən bu balaca bir şey istəyirdim də. Yox, bəlkə sabah inəyək. Gedərsən deyəcək Zəngilan, Ağdam, Füzuli. Hə. Onda bunların cəmini 12 nəyə vurasan? Hamısını 3-ə vurmalısan. İndi onları ta ədədi ortalar eləmək lazımdır. Bildiniz. İndi hə, bax belə. Bunlar da Elə. diye bunu yazılan. Yok, rengin tanımıram. PDF-lərdən aldım. Bilməm, pisdir. Onu dışarıdan bırak rengi. İndi bu istəsən də biraz nə yazsan getmir. Məcbur şeyləri toplamalıyıq ona görə. Baxın burada nə deyir? Deyir ki, Azərbaycan Respublikası 2021-ci il dövlət büdcəsinin mənbələr üzrə gəlirlərini göstərən diaqram yazın. Option. Deyir, hansı mənbə üzrə gəlir 120% artsaydı, dövlət büdcəsinin gəlirləri 28 milyard 345 milyon olmuşdu, maşallah. İndi bir dənə indidən bir şey deyim sizə. Normalda qayda bilsin nədir? Mütləq bunların verilənlər hamısını toplamalıyıq. Amma indi bir dənə düşünün. Mən hansını 120% artırım? Əslində bura baxmalı deyilsiniz. Çünki sizə imtahanda 4 dənə variant veriləcək. Düzdür? O 4 dənədən biri olmalıdır. Durub da bunları belə-belə yoxlasız ki, hara çıxacaq? İndi, yəni məsləhətdir qəbulda toplayandan sonra bunu. Amma toplayandan sonra bunu onsuz həll eləmək problem deyil. İndi deyəcəksiniz ki, mən imtahanı necə toplayacağıq? Baxın. Qəşəng yolu var. Budur. Amma bax adamı necə vermirlər də. Versələr valla yaxşı olar. Versələr var ha, çoxun hamı eləyə bilər. İndi hardan başlayaq toplama? 2740. Nədən verir? Yox, vergidə vermirlər. Dövlət bunu da veriblər. Sonra plus bir dənə o xırda var, sadələşdirilmiş vergi itirməyək. Plus aksiz 1059, plus gömrük rüsumu, nəsə itirsəm deyim. Sonra transferin yuxarı 12200, plus büdcə təşkilatı 700, 880, 150, 1150, 244, 4710, 211. 4710 211. plus 211. Hə, indi mənə qulaq asın. Burada milyon manatdır. Hə, milyondur, hə. Onsa yuxarıda verilir. İndi gözləyin bir dənə. 27 neçə çıxır? Baxın bura.
Baxın, təbii ki biz sıfırları atırıq da 5 dənə rəqəmlə iş görürsüz də. Bildiniz, bunu bir dənə şeylərini silim. 5 rəqəmə ilə baxın, ora baxın. İndi bəs də birinci onu çıxırıq. Deməli baxın, elə birbaşa çıxart da bunu. Bunu çıxart bir dənə 28. Çünki bizə deyir ki 3 bu qədər olmalı. 345. 1056. İndi burada artım nə qədər olur? 1056. Bizə də deyir ki, hansını artırsaq 1056 olar. Bax, bunlar hansını? Bir dənə neçə faiz? 120 faiz. Hamısında. Faiz sevmedim. Burada Bir dənə vəbşi 1056-ya yaxın olan ədədlər. 880 bunlardan biri olmalı. 2 dənədir. Ay su. Deyəcəksiniz ki, mən 950, bir dəqiqə bir dənə, bizə saniyə bir dənə, bir dənə hamı qulaq assın. Baxın, deməli onsuz da 1000-dən aşağı ədəd olmalıdır. Çünki 120% artırmaq lazımdır. Burada da yəni 950 ümumiyyətlə çox eləyəcək. Çünki bunun 120% vəbşi 1400 neçə zada gəlib çıxır. İndi 700 ola bilər ya 880. Bunda ta burasını həll eləmək təbii ki, indi orada sizlikdə problemdir. Baxın, 880-in 120 faizi əgər eləyirsə birbaşa olaraq götürür. İndi mən də belə eləyirəm də. Bax, bu 2-ni 6-ya, 8-ə vuranda son 6 ilə qurtarmır. Yəni budur da, başqa heç birində alınmır orada. Bildiniz, bilmədiniz. Bax, 700-ü şübhəli şəxslər. 120 faizi. 7 dəfə də bu, axırı 6 ilə qurtarmır, bunu demək istəyirəm. Bilmədiniz. Bax, 950-ni də yazıram. 1000-dən balaca ədədlər hansı idi? Yaxın ədəd. 950-nin 120 faizini versəz, yenə də son 6 ilə qurtarmır da. Çünki mənə lazım idi ki, 1056 manat pul əksikdir. Bunu tamamlayım. Son 6 ilə qurtaranda, yenə deyirəm, şifahi birinci variantlara baxsaydınız, ikincisi isə bir dənə bu misalın bicirən çətin yeri bu idi ki, sadəcə bunu toplamaq. Ondan sonra qeyri-adi bir şey olmadı. Çünki mən topladım, aldım, nə bilim 27 min, nə qədərsə, bundan da bunun fərqini tutdum. Gördüm ki, burada yalnız 1056 manat artım baş verib. Mən də baxdım ki, hansını 120% artırsa 1056 ilə onu tapar. Ancaq özü verilmirsə, ola hamısını toplamaq lazımdır. Bu şəkildə. Əslində bu da sadə sualdır. Bunu demirəm. Ya da siz elə belə deyirəm. Dövlət qulunun vəzifə tutma işləyən sayıdır. İndi bir daha deyirəm, elə bilmin ki, qəlizdir bu. Deyir ki, düz deyir, hamısını versə də variantda cəmi 4 dənəsini verir. Mən hələ özüm 5 dənə variant eləmişəm. İmtahanda 4 variantdır. Deyir ki, bu sualı. Deyir ki, dövlət qulluğu üçün deyirəm, dövlət qulluğunun hansı vəzifəsini tutma işçilərin sayının artımı ən az olmuşdur? 2018 və 19-cu ildə. Siz də neyini edəcəksiniz? Yox, başlayırsınız, yox, eləməyək də. Buradakı fərqi götürürsünüz. 15-dir, 20-dir, belə-belə çıxırsınız, ən az hansıdır onu götürürsünüz. Bildi hamı. Yəni deyir ki, 18-dən 19-a keçəndə ən az fərq hardadır? Nə problemdir? Çıxırsan, hansında azdır onu götürürsən. Amma hamısını çıxmayın, elə 5 dənə variantı, 4 dənə variantı yoxdur. Aşağıdan nasıl olur? Faiz olarak soruşsaydı ki faiz nisbəti daha çoxdur. Onu geri bir hesablayalım. Yenə variant 4 variantı hesabla bildiyin. Bunlar yəni faiz olarak. Faiz. Elə suallar onsuz olur, Bir dənə bu təyyarə məsələsi artıq verginin qəbuludur. Öz düşən sualdır. Yenə deyirəm, rəng biraz problem eləməyək. Deməli, vəziyyət nədir burada? Bir dəqiqə, bunun başqa sualı zadı yoxdur aşağıda. Var. Gözləyim bir dənə. Deməli, çünki bütün şey ekrana düşməlidir. Bircə saniyə o şey ekrandadır. Deməli, nədir bu sual? Onları siz görmüsünüz. Heç nə olmasın. Deyir ki, aşağıdakı diaqramlara əsasən avtomobil nəqliyyatını seçən sərnişinlərin 95%, avtobuslardan 5%, minik taksilərdən istifadə edir. Yəni bunu sonra deyəcək. Bir dənə bura baxaq. Rəngi pis düşsə də, deməli, oradan bir damcı görsənir burada. Deməli, bax, burada ağ yer var. Ağ yer hava nəqliyyatıdır. Bax, bura hava nəqliyyatıdır. O üçün biraz bu nədir? Avtomobil nəqliyyatıdır. Metro da bu tünd olandır. Necə? O şəksiz təyyarə göstərir. Yox, elə belə şeydir. Təyyarə niyə baxsan, Allah seçmirsən. Prost elə belə şəkil qoy, faizi belə
ifadə edir. Yumru diaqram Yəni elə bir ki, hesabı yumru yoxdur. diaqramdır, hə. Niyə vaxt yoxdur? Yoxsa indi üzərində işləyib diaqrama salıb verərdim. Nə problem ki, faizdir. Yəni o təyyarənin heç bir önəmi yoxdur, onu yadına sal. Deməli, bizə burada belə bir şey verir. Deyir ki, yanvar-iyun aylarında Azərbaycanda sərnişin daşıma xidmətindən 9 milyon istifadə sayı 3 nəqli sektor üzrə bölün. Baxın, o gün 900 milyon yazacaq bura. 900 milyon. Əslində milyonları işləyəndə mən həmişə deyirəm 100-ə vurub nəyisə böləndə biraz tam ama oluyor. Bir qərar verin ki, mən bura bir neçə dənə sıfır artırım. Çünki bizə ancaq əvvəllər lazım olur da neçə faizi, neçə dəfə çox bilir. İstəyirsiz bir iki dənə sıfır artırın, bildin. 2 dənə artırsansa hamısını artır, fərqi yox. Yadda milyon saxlayar, yəni aldığımız rəqəm Olsa, tam milyon. şeyə görə deyirəm, hesablamada bəzən tutaq ki, tələbə deyir ki, müəllim bu 87 milyondur. Bunun 1,2 faizin başlayır 82 vur 1,2 bölü 100 yenə də tamları gedir. Deyirəm elə olanda 8700 yəni problemli faizin tamı eyni şeydir. İndi 9 milyonu belə deyir ki, paylanma qrafikidir. İndi bizdən nə istəyir? Bizə deyir ki, avtomobil nəqliyyatını seçsən. Təbii ki, həmişə belə misalda suala baxın. Bizə deyir ki, hava nəqliyyatı xidmətindən istifadə edənlər, bu 0,5% var ha, 9 milyonu 0,5% tapacaq. Deyir, minik taksilərdə istifadə edən neçə faizdir? İndi deyəcəksiniz, bəs mən yuxarı niyə verib? Avtomobil nəqliyyatını seçənlər 87,3%-dir. Yəni bunun 87,3-ü nəyə aiddir? Avtomobilə aiddir. Bax bura. Birinci növbədə nəyə tapmalıyıq? Bunun 87,3-ün. Yenə açırıq kalkulyatorumuzu. Deməli 900 yenə deyirəm 900 min necə istəyirsiniz iş görün amma elin ki tamların olmasına fərq yoxdur. Lap 9 minə. 87,3 faizini tapırıq. Bilirsiniz ki vurub nəyə bölməlisiniz? 100-ə bölməlisiniz də belə. Hə, burasını tam çıxartmama görə. Deməli 78,57. 78,57 bunun option 87,3 var. İndi mənə siz deyin. Deyir ki, 78,57-nin 95 faizini avtobuslardan istifadə edib sərnişinlər. 5 faizi isə mini taksilərdən. Mən indi bunun 95 faizini tapmayım bu sualda. Mənə deyin bir dənə. Sualı oxuyaq. Sualı oxuyaq. Bayaq nə dedim? Bizə deyir ki, hava nəqliyyatı və sualda minik taksidir. Mən nə edirəm ta ki, avtobusları tapım? Yəni mən məcburəm nəyə tapmağa? 7857-nin 5 faizini tapacağam. Bir də ki, bu da 9 milyonun 0,5 faizini. İndi 7857-nin nəyin tapım bir dənə burada? Bir şeydir də. Belə bir dənə yazdım. Elə bir ki, vurursunuz, nəyə bölürsünüz? 100-ə bölürsünüz bu şəkildə. Burası bir dənə burasını ümumi yazdım. Siz əvvəlindən istifadə. Deməli, bunun niyə poztum bunu? O şimdi 7857 vururam 5-ə böləm 100-ə. Baxın. Oldu. 39 92 80. 39 285. 285. Bu bunun 5 faizi budur. İndi bizə deyir ki 900 milyonun bəs 0,5 faizi nə idi burada? Hava nəqliyyatı. Bu 900 milyonun da 0,5 faizini götürməlisiniz. Biz bura nə qədər sıfırladıq? Bunun da 0,5 faizi. Düzdürmü Əkbər? Aynen. Vurursan 0,5'ə, bölürsən nəyə? 100'ə. Belə. Nə qədər eləyəcək? Şifahi də eləyə bilərsiniz. Burada. 5 nə qədər eləməli, deməli. 45 Ya da çünki 2'də 1'ə vurmaqdır da bu. Düzdür. 4,5 da. Şöyle. 4, yo niyə elə 45 eləyir da? 100'ə bölsün də olsa. Bir dənə bunu 2'də 1'ə böləndə 4. Hə. İndi bizə deyir ki, bu bundan nədir burada? Hava nəqliyyatı, hə, bundan neçə dəfə azdır. Biz də nə iş görəcəyik? İndi bunu bölməliyik 450 tapsın. Yox, bu bundan neçə dəfə çoxdur da. Elə bunu bir dənə nə edəcəyik? Böləcəyik buna. Yəni bu 39 285'i böləcəyik nəyə? O tapdığın nədirsə ona. 87,3 faiz. Əslində sıfıra görədir. Bəli. İndi baxın, sabahların vurduz, böldüz, tapdız 8,73. Bu deyir ki, təkliklərə doğru yuvarlaşdı. Bu neçə faiz olacaq? 9.
Yəni cavab variantda artıq 9% veriblər. İndi deyirsə, müəllimə bunları kimdə tapın? Bəli, bəzi şeylərdə vaxt gedir. Bəzi şeylər nə qədər yuvarlaşdırsa, nə qədər eləsəz də biraz qəli sayılır. İndi tutaq ki 39 min. Yaxşı, bunu nə qədər yuvarlaşdıra bilərsiniz? Nə qədər eləyə bilərsiniz? Bir dənə deyin özünüz. Məsələn 78. Yox, ora birincini də bir dənə 9 yuvarlaqlaşdırın. eləyə bilərik. Hansını? 9 gələ bilərik. 79 eləyək də bunu. Əvvəlini deyirsən, ha. Deyəm, 79'a gələ bilir də o. 8 də gələ bilir də 78 57 deyil. Ya da ki belə eləyək. Bu 8 dən 5 6 olacaq. 6'ya görə 8 9. lap əvvəldən deyə, lap ən başdan. 9 milyonun 87,3-ün faizini tapa bilərsiniz, amma istəsəz 87 də götürə bilərsiniz. Düzdür? Çünki 87-nin əllə 9-a vurma olur da. Vurub bölə bilərsiniz. Belə də edə bilərsiniz. 3'e vura bilərsən. Burada 0'ın birində Ha. 2 verirsən. Sonra bir dənə də bunu 79 kimi də götürə bilərsiniz. Dediyim kimi də, bax, mən valla bir daha deyirəm. Bəzi diaqram məsələlər var ki, heç bir tələbədən asılıdır. Çünki mən dedim sizə 15 dənə 5-i onsa qəliz olur. Mütləq qəliz olur. Ümumiyyətlə, heç bir verici tələbə yüksək bal yığanlarda heç kim görə bilməzsiniz ki, 15-də 14 dənə diaqram yazıb, 13 dənə, yəni olmayıb da bu. Çünki onlar da bilmir, heç kim qınama olmur axı bura. Vaxt çatdırıb olmur. Ya vaxt olar, oturarsan yavaş-yavaş başı salıb eləyir.